Zob xəstələri dayanın, baxın. Allah sizə kömək olsun. Sizin videolara baxdıqca özümü müalicə edirəm. Axırıncı dəfə analiz verdim. Nə şəkər, nə zob yoxdur. Həkim məətəl qalıb. Görürsüz? Mənim özümdə bugün tənbəl zobdan söhbət edəcəm inşallah sizə. Necə sağala bilərsiniz? Mənim özümdə tənbəl zob idi. Yəni TSH yüksəkdir. Başqa şey indi bu günləri biz zəhərli zobdan, başqa falan zoblardan söhbət eləmirik. Düyünlü zobdan söhbət eləmirik. Yəni tənbəl zobdan söhbət eləyirəm bu gün. Partiya söhbət eləyərəm. Sağalarsınız. Yəni TSH yüksəkdir. Tənbəl zobdur. Siz bunu necə sağalda bilərsiniz? Bax, götürürsüz təxmini 300 qram ut indi, 300 qram xurma poleni, 300 qram hil, 300 qram da təmiz balqabaq toxumu. Bunlar hamısını üyüdürsüz, bir-birinə qarışdırırsınız. Bir çay qaşığı dilin üzərinə qoyulur, bir stəkan su ilə içilir. Bunu gündə 3 dəfə eləsəz əla olar. Səhər, günorta, axşam. Mədənizdə problem varsa yeməkdən 1 saat sonra eləyin. Mütləq şəkildə D vitaminini qaldırmaq lazımdır. Venatura çox gözəldir D vitaminini qaldırmaq üçün. Zəfəran dəmləyib içməlisiniz. 1 qram zəfəranı götürürsünüz, 5-6 yerə bölürsünüz, onu dəmləyirsiniz, axşamdan səhər içirsiniz. Göstərmişəm dəmləmə qaydasını. Bax, yoğurt otu çox gözəl fayda verir. Yoğurt otu ümumiyyətlə bütün zob xəstələrinə fayda verir. İnşallah bunlar. Təbii ki, həyatınızdan şirniyyatı, ağ çörəyi çıxartmalısınız mütləq. Çıxartmasa sağalmayacaqsınız. Gündə 1 saat yarım yürüyüş eləməlisiniz. Açıq havada çalışın, sürətlə eləyin. Həftədə bir dəfə açlıq eləyin. Vaxtında yatın, vaxtında durun. Belə inşallah. Bir də dəniz yosunu. Dəniz yosunu və dəniz kələmi çox gözəl fayda verir tənbəl zoba. Yəni bunu qarışdırmayın Haşimotovla falanla. Yəni bugün tənbəl zobdan danışdıq. Mən yoldaşımda da problem var idi. Şiddətli ürək döyünməsi, sas tökülməsi, dırnaqlar qırılma, o dırnaqlarda qırılır, bir də görürsüz. Halsızlıq olur, insan yatmaq istəyir. Deyərəm ki, bu qalxanvarı vəz, yəni zob bizi axırda gətirib onkoloji xəstəliyə qədər çıxardır. Bu çox apaslı bir şeydir. Bədəni tənzimləyir bu, bədənin ritmidir bu, ritmi. İdarə edir bütün sistemi. Bu sıradan çıxdı. Bunun qanlanmasını da aradan qaldırmaq lazımdır. Buna yəni qanla təchiz eləmək lazımdır. Bax, məsələn, qalxanvarı vəzin üzərinə, bax buradan belə Həbəşistan toxumundan olan çörək otu yağı ilə masaj eləyə bilərsiniz. Sonra utindi yağı, propolisi ilə masaj eləyə bilərsiniz. Çox mükəmməl fayda verir. Bəzi insanlar var ki, hələ də qəbul eləyə bilmir ki, mən zobdan sağalaram. Həkim ona ömürlük dərman tətbiq eləyib, hansısa bir dərmanı. O qəbul eləyə bilmir ki, mən sağalaram. Bu mümkün deyil. Çox asanlıqla mümkündür. Bir dərman atmadan mən sağaltmışam bu zobu. Həmçinin də yoldaşım. Sonra bəzi insanlar deyirəm, necə başa salım, qəflətdədirlər. Qəflətdə. Uyanın, uyanın. Siz bir şey bilin ki, siz o atdığınız dərman ki var, o sizin qaraciyərinizi sıradan çıxadacaq, yükləyəcək nəyi var. O sizin böyrəklərinizi sıradan çıxadacaq. O sizin mədə-bağırsaq sisteminizi pis günə salacaq. Mədənizdə xora yaradacaq orada, yara, xora. O dərmanlar. Deyəm ki, yəni onu atırsan, bunu sağaldacaq, bir müddətdən sonra qurtulasan, yox sən bunu ömürlük yatmasan, belə şey olar. Bir düşünün, belə şey olmaz. Bunu siz özünüz sıradan çıxartmışsınız. Düzgün qidalanma olmadan, ailəmi qatırsınız, necə gəldi yeyirsiniz, şirniyyat yeyirsiniz, kalpasaska yeyirsiniz, abur-cuburlar yeyirsiniz, bahalı yerlər var, gedirsiniz orada kartuşka belə pişirirlər, nə bilim belə eləyirlər, toyuğu qurudurlar, nə bilim nə edirlər. Adlarını da çəkmək istəmirəm. O qidalar insanın ümumiyyətlə orqanizm məhv edir. Ona görə də o qidaları həyatınızdan çıxardın, inşallah bunu eləyin. Bir də bir şey deyim, bir xanım var, baxışlı, demək Nike ilə gedir profili. Gəldi məni tapdı, onda da zob problemi var idi. Xahiş edirəm baxışlı, gəl burada yazarsan inşallah. Gəldi məni tapdı, mən onun üçün bu şeyləri düzəltdim, verdim. Sonra D vitaminini atıb başa saldım, qidalanmasını da başa saldım. Getdi zobun sağaltma, onda boğulma var idi, onda elə bir
saçlar tökülürdü, dırnaqlar qırılırdı. Çox problemlər var idi, zob eləyirdi. Onlar hamısı aradan qalxdı, dərmandan canım qurtardı. Mədəsində problem vardı, nə yeyirdi, ot tutub yanırdı. Mədəsində illərlə dərman sağalda bilmir. Onu da dedim sağaltdı. Xahiş edirəm baxışlı bu videonu görəndə çoxdur insanlar, fayda görənlər çoxdur. Bax bu insan kimi. Vallahi ki tanımıram. Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Çalışın, özünüz sağaldın Allahın izni ilə. Mən əminəm ki, siz bunu ürəklə eləsəz, bismillah eləyib başlasaz, aləmlərə Rəbbuna Allaha təvəkkül eləsəz, siz hər şeydən sağalacaqsınız, bütün xəstəliklərdən Allahın izni ilə.